Şagirdlər də dinləsinlər. Deməli, dərsimiz dizayn düşüncəsidir. O üzrə sual cavab eləyəcəm. Qiymətləndirmə haqqında ümumi məlumat, diaqnostik qiymətləndirmə, bir də beynəlxalq qiymətləndirmə. Bunlar barədə. Deməli, müəllimlər, dizayn düşüncəsində əsas məqsəd nə idi? Yəni, burada bilirik ki, şagirdlər də bərabər hüquqlu tərəfdaşdır. Dizayn düşüncəsini, tədrisə dizayn düşüncəsini gətirmək zərurəti nədən yarandı? Mən real ehtiyaclardan da, yəni real problemlərdən deyək, yarandı belə. Real problemlərdən qaynaqlandı. Burada məsələn problemlərdən qaynaqlanıb ona yeni həll yolları, sınaqdan keçirmək üçün yeni yollar axtaran zaman belə ortaya çıxır da mən. Aha, siz burada biz təfəkkürdə keçirdik. Yəni burada bir mövzu idi ayrıca. Yəni bu dizayn düşüncəsi ən çox nəyə oxşuyur? Nəyə? Yaradıcı təfəkkürə. Yox, dizayn düşüncəsi nəyə oxşuyur ən çox? Burada məlum məsələdir ki, real problemlərdən götürülürsə, bir problem var. Nədir? Praktik təfəkkür müəllim, onu demək istəyirdim. Yox, praktik yox. Burada uşaqlar əgər məsələn bir məsələ real həyatdan götürülmüş bir problem var, problem üzərində işləyirlərsə, deməli bu nəyə oxşuyur? Mövzu etibarı ilə. Mən düz deyirəm. Praktik hardasa yaxındır, tam deyil amma. Proaktiv müəllimə var, axırda var idi o uşaq dururdu səhər tezdən. Yox, o deyil. O tam da problem həll etmə. Problem həll etməyə uyğundur. Ən əvvəl problem müəyyən olunmalıydı. Təbii ki, biz problemin həllini seçməliyik və eyni zamanda bu məsələ var idi, tənqidi təfəkkürdə var idi. Müşahidə eləyirdi və əsas problemi müəyyən edirdi və onun üzərinə təhlil və analiz aparırdı. Yaxşı, bəs siz mənə deyin görüm, bu dizayn təhsildə bu dizayn düşüncəsində artıq kimləri biz memar eləməyə çalışırıq, kimləri biz dizayner etməyə çalışırıq? Nə məqsəddə? Kimi? Şagirdlər, bəli. Artıq şagirdlər özləri hansısa bir problemi həll etmək üçün artıq bir dizaynerə çevrilirlər də, belə deyək. Yaxşı, bəs bu dizayn düşüncəsinin özünün mərhələləri var. Aytaç müəllimə, hansı mərhələlərdir bunlar? Birinci empatiya qurmaydı, sonra problem müəyyənləşdirmə, üçüncü ideya yaratma, sonra prototipləşdirmə, axırıncısı da tezlik. Aha. Bu prototipləşdirmə deyəndə nə nəzərdə tuturduq müəllimə? Burada yəni bir ideya seçilir, yəni əvvəlki mərhələdə, yəni dizayn yaratma mərhələsində seçilmiş ideyanı bu mərhələdə artıq sınaqdan keçirilir. Aha. Deməli, birinci empatiya qurur, sonra problem müəyyənləşdirmə, prototipləşdirmə dedim də mən sizə. Fikrim yayınmadısa. Bəli, mən. Prototipləşdirmədə əsas nə idi? Ardıcıllığa əsasən deyin. Müəllim, burada tək cavab almaq deyildi məqsəd, yəni ki, sınaqdan keçirmək idi. Bəli. Yəni, hər hansı bir yaratdığımız ideyanı sınaqdan keçirmək. Mütləq burada bir cavab alacağıq deyə bir şey yoxdur. Bəli. Yəni, sınaqdan keçirməliyik, baxmalıyıq, çətinlik varmı, yoxmu, buna uyğun başqa nə eləyə bilərik. Yəni, prototipləşdirmə də belə, orada əzbərinə yox, belə başa düşdüyüm bu dərsdə də mən. Aha, deməli ideyasını. Yəni yeni yaratdığımız ideyanı necə yaratmışıq deyək də, belə deməm. Onu hansı yollardan, sınaqdan keçirik də, harda boşluğu var, belə deyim də. Harda səhv eləmişəm, düz eləmişəm, bu cəhətdən baxırıq da məncə. Aha. Deməli, siz bir ideya yaradırsınız, məsələn, beyninizdə bir maket yaradırsınız və o maketi siz qərara gəlirsiniz ki, mən bunu yaratmalıyam. Siz onu yaradırsınızsa, artıq siz onun prototipini yaradırsınız və belə olduğu təqdirdə də siz onu tətbiq edən zaman yarana bilən çatışmazlıqları, əlinizdə olan resursların nəyinin çatışmazlığı varsa və ola bilər ki, bu prototipi yaradarkən sizdə hansı istiqamətdə biliyiniz zəifdirsə və bunu yaradarkən siz onu eyni zamanda təkmilləşdirirsiniz. Və bu zaman Aytac müəllimi prototipləşdirmədə siz sınağı kimlərdən edirsiniz? Test etməni kimlərdən edirsiniz? Şagirdlərlə də müəllim.
Yox. Baxın, Hə, məsələn, şagirdlərlə. şagirdlər hərəsi, məsələn, mövzu verirsiniz ki, tutalım ki, nəsə silah hazırlamaqdır, nədirsə də belə deyək, silah deməyək, nəsə bir maket texnologiya dərsində və yaxud da fizika dərsində nəsə bir cihaz hazırlamaqdır deyək. Uşaq onu hazırlayır. Ola bilər ki, siz qrup işi formasında siz layihə kimi verə bilərsiniz uşağa 1 yarım il ərzində. Uşaqlar onun üzərində çalışsınlar. Qrupdursa, müəllimə, bu kimlərdən test eləyəcəklər? Yox. Bütün sinifə təqdim etməmişdən əvvəl. Öz aralarında, müəllimə. Öz aralarında. Ondan sonra baxın, bir məhsul icad olunmamışdan əvvəl, öz aralarında tətbiq olunur. Baxın, məsələn, olsun lap telefonlar, məsələn, telefon markaları çıxır da, elə deyil. Görürsüz, il-ildən telefon markaları görürsüz necə bir rəqabətə giriblər də bunlar. Nə edirlər? Birinci özləri sınaqdan keçirdirlər. Bunun çatışmazlığı nədir? Bunun məsələn əsas üstünlükləri nədir? Əsas məsələn bu telefonda daha da məsələn nələr əlavə olunmalıdır ki, digərlərinə nisbətən daha baha qiymətə satılsın və insanlar buna ehtiyac duysunlar. Necə olmalıdır? Deməli, bunu öz aralarında sınaqdan keçirirlər ilk növbədə. Ondan sonra bunlar onu bazara təqdim eləyirlər. Bazara çıxarırlar. Aydın oldu? Deməli, əgər siz uşaqlara Aytac müəllimə ayrı-ayrılıqda layihə işi vermisinizsə, məsələn, tutalım ki, fizika müəllimisiz, uşaqlara təqdim eləmisiniz ki, cihaz hazırlasınlar. Nəysə bir işıqla bağlı bir cihaz hazırlasınlar. Tək-tək vermisinizsə, deməli, onda uşaqlar prototipləşdirmədə necə sınaqdan keçirdirlər? Görün, bu hissəni başa düşmüsünüz? Məsələn, uşaqlara fərdi şəkildə vermisiniz tapşırığı. Tək şəkildə bilirdim əvvəlcə, yəni onlar nəyin, yəni anladıqlarını, nəyin işlədiklərini, yəni hansı məqamın anlaşılmadıqlarını bunlar bilirdilər fərdi şəkildə amma. Aha, fərdi şəkildə. Fərqdə də yəni. Bəli. Amma məsələn uşaqlar qrup şəklində çalışırlar. Bu halda necə olacaq prototipləşdirmə? Qrup halında prototip. Qrup halında nəyin, yəni onlara anlaşılmadığını bilmək üçün ilk öncə deməli qruplara bölünür uşaqlar, daha sonra həmin sınaqdan keçirdikləri şeyi, yəni onlara anlaşılmadıqları məqamları öyrənirlər. Aha, gözlənilən nəticə. Yəni Aha. Deməli, necə? Yox, bir-birlərinə rəy verirlər. Hə, buyurun. Buyurun. Bir-birlərinə rəy verirlər. Qrup şəklində bunu ortaya məsəl üçün təqdim etməmişdən öncə də bir-birinin rəy verəcəklər, ondan sonra müşahidə eləyəcəklər. Məncə belə olur. Hə, əslində qrupla olanda, müəllimlər, qrupla olanda bu daha effektiv olur. Niyə? Çünki onlar yığışırlar, bir məhsul ortaya qoyurlar, hə? Məhsul ortaya qoyandan sonra hərəsinin bir fikri olacaq burada. Və bir fikir irəli atırlar ki, məsələn, gözlənilən, çünki onlar bir məhsul yaratmamışdan əvvəl mütləq şəkildə bunun planını yaradırlar ki, necə olmalıdır, biz bunu necə və harda istifadə etməliyik, bunu yaratmaqda bizim məqsədimiz nədir? Bax, belə bir ideya yaradırlar beyinlərində, sonra o ideyanı artıq cismani olaraq yaradırlar. Cisim formasında, əşya formasında yaradırlar. Və yaxud da həmin ideyanı slayd formasında da yarada bilərlər müəllimlər. Yəni, təkcə o demək deyil ki, nəsə əşya hazırlasınlar. Bunu slayd formasında da yarada bilərlər. Nəticə etibari ilə bunu sınaqdan keçirdirlər. Məsələn, ola bilər ki, siz uşaqlara birinci animasiya yaratmağı təklif edə bilərsiniz. Uşaqlar ilk öncə düşünəcəklər ki, bizim animasiyamız nə haqqında olacaq? Deməli, uşaqları narahat edən bir problemlə bağlı gedəcəklər, həmin kimsə bir insan, hansı ki nəzərdə tutduqları bir insana gedib onunla empatiya qurmaqla problemin dərinliklərini ondan öyrənəcəklər. Və bu adamın bütün həyatını dinləyəcəklər, qeydlər aparacaqlar, sonra onlar gəlib oxuyacaqlar, onu problemi müəyyən edəcəklər. Problemi müəyyən etdikdən sonra bu problemi həll etməsi üçün onların beyində ideya yaranacaq. İdeya yaranandan sonra bu ideyanı həll etmək, burada beyin həmləsi işə düşür, ha müəllimlər? Beyin həmləsi işə düşür. Deməli, burada nə dedik? Problem həll etmədə hansı düşünmə formasından istifadə olunur? Mən videoda demişəm. Bütün insanı həyatını dinləyirlər və gəlirlər bir dənə problem müəyyən eləyirlər. Bir dənə nüvə problem müəyyən eləyirlər. Burada hansı düşünmə formasından istifadə olunur sizcə? Daha çox mənim divergent. Yox.
İnsanı həyatın bütün dinləyirlər. Dinləyəndən sonra bir dənə problem müəyyən edirlər. İnduktiv müəllim. İnduktiv olur. Bəli, induktiv olur. Bəs ideya yaratma hissəsi hansı düşünmə formasıdır? Bir problemdən müxtəlif ideyalar formalaşır. Divergent. Bu da Deduktiv. Niyə deduktiv? Divergent. Divergent. Müxtəlif həll yolları olur bu adam beynində. Müxtəlif həll yolları. Hə, müəllimlər, bəs ideya yaratmada hansı iş üsulunu icra etmək daha effektiv olar? Oxudunuz orada yəqin ki. İdeya yaratmaq müəllimə. Beyin həmləsi bir də hansı müəllimlər? Burada çoxluq anlayışı var idi. Deməli, ona əsasən mən deyirəm ki, bunu biz qrupla da edə bilərik. Bu da düşün, cütləş, paylaş. Ay, sağ ol. Düşün, cütləş, bölüş, paylaş üsulundan istifadə oluna bilər. Çünki daha çox ideya ortalığa qoyulmalıdır müəllimlər. Daha çox ideya müzakirə olunmalıdır. Bu vacibdir. Çünki asan məsələ deyil axı. İnsanlar böyük bir problem ətrafında cəmləşib müzakirə edib nəsə bir həll ortaya qoymalıdırlar. İndi prototipləşdirmədə artıq hansı təfəkkür işə düşür müəllimlər? Bu keçdiyimiz təzə təfəkkürlərdə hansı işə düşür prototipləşdirmədə? Yaxşı, bax, ideya yaratmada hansı təfəkkür var müəllimlər? Divergent dediniz eyni zamanda. Hansı təfəkkürə aid eləyə bilərik biz bunu? Yaradıcı. Ay, sağ ol. Bəs prototipləşdirmədə hansına aid edə bilərik? Doğrudur, Gülşən müəllimə. Prototipləşdən keçirik də. Hə, deməli nədir? Nədir? Problem həll etmə mi? Yox. Yox. Artıq siz işləyirsiniz burada. Yaradırsınız. Analitik müəllimə. Yox, qollarınızı çırmalayıb artıq girişmisiniz, iş görürsünüz burada. Nəysə yaradırsınız artıq. Öz ideyalarınızı gerçəyə çevirirsiniz, reallaşdırırsınız. Burada nə olacaq? Hansı təfəkkür növü olacaq? Təzə keçdiklərimizdən hansına aiddir sizcə? Produktiv mi? Yoxsa praktik? Praktik. Çünki siz burada işləyirsiniz, hərəkət eləyirsiniz. Hə, hərəkət eləyirsiniz, işləyirsiniz burada. Baxın, məsəl üçün deyək ki, tutalım, yəni prototipləşdirməyi siz nəyə aid eləyə bilərsiniz ən çox? Düşünürəm ki, biraz çətin hissəsi buradır. Yəni, buranı başa düşəndən sonra digərləri aydın olacaq. Hə, prototipləşdirməyə... Müəllimə, prototip yaratmaq, ondan ağlımda qal belə. Elə bilirəm, ona oxşar. Elə bir ki, müəllimə, birinci çalışma üzərində işləyirik. Bu çalışmada nələri bilmirik də. Yəni, mən belə özüm üçün nəzərdə tuturam ki, testi işlətməmişdən öncə test daha genişdir də, mən belə başa düşürəm. Birinci uşağa çalışmanı işlədərəm, ismimi başa salaram, sifətimi başa salaram, bunları fərqləndirərəm, suallarını verərəm, görərəm uşaqda harda boşluq var, bu fərqləndirə bilirmi, əşyanı adlandıra bilirmi, yoxsa əlamətinlə adını bir-birinə mi qarışdırır, sonra mən bunu testə salıb test eləyərəm. Mən belə başa düşdüm. Aha. Deməli, gəlin, müəllimlər, biz neyniyək? Qoca və dəniz əsərini bu dizayn anlayışı ilə ehtiva edək də belə deyək. Deməli, Qoca və dəniz əsərində Ernest Hemingway nə edib? Gedib Kuba sahillərində balıqçılardan bir yerdə yaşayıb ki, onların həyatına daha yaxından müşahidə eləsin ki, görsün ki, nə var? Əslində, birinci hansı mərhələ olur? Burada empatiya qurma. Mütləq onlarla yaşamalıdır. Bəli. Onların sevincini, onların kədərini, onların həyəcanını başa düşməlidir. Onların həyatının çətinliklərini anlamalıdır. Balıq tutanda onlar necə sevinirlər, balıq tutmayanda onlar sahilə hansı üz ifadəsi ilə və necə bir aura ilə dönürlər, buna diqqət etməlidir və empatiya qurmalıdır və eyni zamanda empatiya qurmaq o demək deyil ki, kənarda müşahidə edirsiniz. Siz qarşınızdakı insanı başa düşdüyünüzü nümayiş elətdirməlisiniz. Baxın, elə qohumda, əqrabada kimsə sizə dərdini, belə deyək, problemini sizlə danışanda görürsünüz, o adam sizlə niyə görə danışır? Çünki siz onu anladığınızı ona nümayiş elətdirirsiniz. Ürəyi daha da açılır, danışmaq istəyir. Empatiya qurdu Ernest Hemingway. Deməli, onu öyrəndi. Başa düşdü ki, problem nədir? Problemi müəyyən elədi. Dənizçilərin, balıqçıların problemi nədir? Və bununla da o, deməli, orada nəyi müəyyən elədi?
qoca balıqçı görüb yəqin ki orada və yaxud da ki bəs deyək ki, bax belə bir şey deyək. Yaxşı cavan balıqçılar getdilər, balıq ovladılar, gətirdilər də, elə deyil. Bəs qoca balıqçıların başqa sənəti yoxdur axı. Onlar nə edəcək? Onlar necə dolanacaq axı? Deməli problem müəyyən elədi ki, qoca balıqçı. Qoca balıqçı necə dolanacaq? Bax bu məsələ var. Sonra müəyyən elədi. Müəyyən eləyəndən sonra ideya yaratdı ki, onun haqqında mən bir əsər yaradacağam. Və mən burada dənizi sevən, dənizə bağlı olan bir qoca obrazı yaradacağam. Qoca Hə, hansı ki dənizdən küsməyən, inciməyən bir obraz yaradacağam. Və nəticə etibarilə başladı əsəri yaratmağa, onun prototipini formalaşdırmağa. Əslində o prototip belə baxanda Ernest Hemingway özü olub da. Çünki gedib özü o həyatı yaşayıb axı bəlkə də. Yəni ola bilər, özünü daha yaxşı da təsəvvür edə bilər. Deməli, prototipləşdirmədə o əsəri yaradır, əsəri yazır. Yazanda yazır, yazıb əvvəldən sona qədər oxuyanda görür orada nə çatışmır, təzədən qayıdır həmin o boşluqları doldurur. Doldurandan sonra, yəni özü test eləyir də, yazıb bitirəndən sonra baxır. Harda boşluqlar var, harda nə əlavə olunmalıdır və s. Boşluq qutardı. Özü istədiyi səviyyədədir, istədiyi nəticəni aldı və nə edir? Bunu artıq ictimaiyyətə, mətbuata təqdim edir bu əsəri. Və nəticə etibarilə bu da olur test etmə. Və insanlar bunu alırlar, oxuyurlar, ədəbiyyat tənqidçiləri bu əsəri oxuyur, bu əsərə lazım qiyməti verirlər və doğrudan da bu əsər test etmə mərhələsinə görülür ki, yəni bu gün dünya şöhrəti qazanıbsa, deməli artıq bu mərhələdən keçib ki, bu əsər dünya şöhrəti qazanıb. Yəni burada yazıcının gücünü prototipləşdirmə xüsusiyyəti var. Ən əvvəl empatiya qurma. Əgər empatiya birinci yaxşı qurulubsa, sonrakı mərhələlər öz axarında gedəcək müəllimlər. Deməli, test etmə mərhələsi nə oldu? Bir də yekun verək. test mərhələsində rəy verilir. Əgər nələrdəsə boşluqlar varsa düzəlişlər edilir. Daha çox müşahidə və rəy əldə etmək üçün həyata keçirilir, belə deyim. Başqa məsələn, əgər dili çətindirsə sadələşdirilir, vizual dəstək artırılır. Elə uşaqlar var, vizualla məsələn yaddaşında daha yaxşı qalır da, görünüş olaraq, şəkil olaraq yadında daha yaxşı saxlayan uşaqlar var. Deməli, test etmə mərhələsi o deməkdir ki, əsər ancaq mükəmməl olmalıdır. Deyil müəllimə. Məncə yox. Boşluqları varsa, həm onlara düzəliş etmək lazımdır da. Deməli, əvvəllər Bəli, buyurun. Fikrinizi tamamlayın. Əməkdaşlıq var, daha sonra hərə öz bacarığını, məsələn, fərqli bacarıqlar da ola bilər də, yəni ortaya qoya bilər. Məsələn, digər fənlərə aid olaraq deyirəm mən. İndi hər fən eyni deyil, hər fəndə eyni bacarıq göstərmirik ki biz. Deməli, biz nə dedik? Ernest Hemingway əsəri yazır, daha sonra test etmə mərhələsində ədəbiyyat tənqidçiləri əsəri oxuyur. Ola bilər ki, əsərin hər hansı bir problemi ola bilər. Test etmə mərhələsi artıq sizin özünüzdən və işlədiyiniz qrupdan çıxır. Digər insanların artıq fikrinə buraxırsınız siz bunu. Və bu zaman, məsələn, bax deyək ki, məsələn, kliplər çəkilir, müəllimlər. Kliplər çəkilir, mahnılar oxuyurlar, dünya şöhrəti. Birinci onlar bəzən elə mahnılar olur ki, həqiqətən də cəmiyyətin qüsurlarını, cəmiyyətin problemlərini dilə gətirən bir, belə deyək ki, mahnılar olur. Mahnını artıq belə prototipləşdirirlər, neynirlər? Yəni klipin çəkilir. Klipin çəkəndən sonra artıq onun mətbuat konfransı keçirilir, cəmiyyətə təqdim edilir. Cəmiyyətin təqdim edəndə artıq bu birmənalı qarşılanmaya bilər. Kiməsə görə mükəmməl olan bir şey doğrudan da kiməsə görə qüsurlu ola bilər. Əsas odur ki, müəllimlər, o qüsurdan, söylənilən o qüsurdan nəticə çıxarılsın. Və ona görə də bu hissədə deyilir ki, davamlı olmalıdır. Test etmək, rəy vermək və düzəliş etmək. Test olundu, birinci siz onu cəmiyyətə təqdim etdiniz və təqdim edəndən sonra görürsünüz, YouTube-da videolar paylaşırıq, Instagramda və yaxud da başqa sosial şəbəkələrdə videolar, paylaşımlar ediləndə orada rəy bölməsi var. Mütləq şəkildə insanlardan rəy gələcək. Rəy gələndən sonra artıq siz o rəylərdən nə edirsiniz? Nəticə çıxarıb düzəliş edirsiniz. Yəni, əgər ən yaxşı uğura doğru getmək istəyirsinizsə, verilən rəylərdən doğru nəticə çıxarmaq lazımdır. O deməkdir ki, hər zaman işimiz mükəmməl olacaq. Yəni, biz mütləq şəkildə hər bir rəyə hazır olmalıyıq. Deməli, yekun veririk. Bax, bu mövzuya yekun veririk, keçirik digərinə. Deməli, dizayn düşüncəsini əgər dərsimizə gətirmişiksə, birinci mərhələ nə olur, müəllimlər? Empatiya qurmaq. Empatiya qurmaq nə oldu, Aytac müəllimə? Burada yəni istifadə edənlərin ehtiyaclarını öyrənmək, yəni onları dərindən anlamaq.
Hə, eyni zamanda anladığını nümayiş elətdirmək. Bəs problem müəyyənləşdirmə nə oldu? Burada da həll Müəllim, olmalı problem. Buyurun. Yox, deyil müəllimə, deyil. Buyurun müəllim. Burada da həll olmalı problemi və aydın və konkret şəkildə izah eləmək, ifadə eləmək daha doğrusu. Aha, problemi dilə gətirmək. Yəni problem konkretləşdirilir ki, məsələ hansı, yəni problemdən qaynaqlandı. Yəni işin mayandası nədir? Hə, bu müəyyən oldu. Yaxşı, Ürfanə müəllimə, ideya yaratma hissəsi barədə danışın. İdeya yaratma mərhələsində isə müəllimə yeni ideyalar irəli sürür. Fərqli yönlərdən, perspektivlərdən yaradıcı fikirlər irəli sürünür. Burada ən çox beyin həmləsindən istifadə olunur. Yeni fikirlər bildirilir. Ən sonda birini seçilir. Yəni burada tək müəllimə bir də düşün, düzləş, paylaş usulundan da istifadə edə bilirik. Yəni burada nə qədər məsəl üçün ideya irəli sürə biliriksə, sürək də, yəni belə nümunə verək. Budur. Bəli, daha çox ideyaların toplanması. Gülşən müəllimə, siz prototipləşdirmə haqqında məlumat verin. Səsi aça bilirsinizsə. Bəli, müəllimə. Hə, prototipləşdirmə nə oldu? Prototipləşdirmədə, yəni bir şey ideya yaratma mərhələsinə elə bil ki, necə deyim, fikrimi ifadə edə bilmədim. Burada nəyin işlədiyini, necə deyim, nəyin anlaşılmadığını test mərhələsindən öncəki mərhələ sayılır da. Yəni bir şey sınaqdan keçirilir. Sınaqdan keçirən zaman bunu sınaqdan keçirdən kimdir? Sınaqdan keçirən, evet, şagirdlər özləri olur. Bəli, şagirdlər özləri, yəni təkcə özü və yaxud da şagird qrupu olur. Daxil olduğu şagird qrupu olur. Bəli, qruplarla ya da ki, hər hansı bir yəni şagird fərdi olaraq. Bəli. Bəs müəllimə, test etmə mərhələsində iş mükəmməl şəkildə hər kəs tərəfindən qarşılanır, ya necə? Xeyr, ola bilər ki, mənfi rəydə ola bilər, amma əsas odur ki, yəni nəticə çıxarılsın. Əvvəl, məsələn, burada əsas şey, yəni müəllimə səs var, bağışlayın. Narahat olmayın, siz cavab verin. Mənim üçün problem deyil. Əsas odur ki... Burada əsas o, yəni, necə deyim, bir fikrimi ifadə edə bilmirəm, müəllimə üzrü sayın. Yox, narahat olmayın, mən bilmirəm sizə. Yəni, burada mükəmməl bir şey ortaya çıxarmaq əsas deyil də, yəni əsas odur ki, şagird düşünsün, yaradıcı təfəkkürü inkişaf etsin, nəticə çıxara bilsin ortaya. Əsas bunu, yəni burada təksib edir. Tədqin edir, yəni göstərir, ortaya çıxarır. Deməli, test etmə mərhələsində, deməli, 10 dəqiqəyə vaxtımız bitəcək. Hə, 56-da yəni ki, bitəcək. Hə, deməli, test etmə mərhələsində artıq özlüyündə bu adam baxarsınız. Məsələn, tutalım ki, siz yemək hazırlayırsınız mənimə. Hər birimiz xanımıq, təbii ki, evdə yemək hazırlayırıq. Yemək hazırlayırıq, özlüyümüzdə dadına baxırıq ki, dadı çox qəşəkdir. Bu prototipləşdirmədir. İdeyamızda bir yemək yaradırıq, evdə olan ərzaqlarla, bəlkə də ChatGPT-yə baxırıq. Yaradırıq, bir dənə yemək hazırlayırıq deyək və özlüyümüzdə dadına baxırıq ki, yəni özümüz yaradırıq da, özümüz hazırlamışıqsa, dadı yaxşıdır. Amma görürsünüz ki, evdə, yəni özünüz test elədiniz, gördünüz ki, nəyə çatır, nəyə çatmır, artıq onu süfrəyə verirsiniz. Prototipləşdirmə edəndən sonra süfrəyə verdiniz, bu artıq test etmə mərhələsidir. Burada artıq sizdən başqa digər ev əhli də, övladlarınız, yoldaşınız, nə bilim, evin digər nümayəndələri də yeməyin dadına baxırlar. Baxan zaman belə deyək ki, hər kəsin fikri eyni olmaya bilər və siz bunu gözləməlisiniz. Bu gözlənilən olmalıdır. Çünki hər kəsin fərqli, demək, belə deyək ki, belə deyək də damaq dadı var. Və burada əsas odur ki, onlar düz deyil. Bəzən elə olur ki, düzgün rəy verməyən insanlar var, amma indi burada mən sadə nümunə çəkdim də, məsələn, ailə həyatından deyim, evdə hər gün gördüyümüz işdən deyim və nəticə etibarilə onlar rəy verirlər ki, məsələn, falan şey çatmır, məsələn, mənə görə belədir, falandır. Yəni, hərəsi bir rəy verir və istərsəməz siz də o evdə yaşadığınıza görə bundan sonra çalışacaqsınız ki, elə yemək hazırlayasınız ki, hər kəsin damaq dadına uyğun olsun, hər kəs yediyi yeməkdən ləzzət ala bilsin. Test etmə mərhələsinin bir xüsusiyyəti budur ki, və bu zamanla daha çox icra edildikcə uşaqlar daha da mükəmməl formaya gəlib çatır. Bəli, təkmilləşir. Təkmilləşirlər, bəli. Yəni, əsas fikrimi onu demək istəyirdim mənim. Əsas burada ən düzgün ideya deyil. Yəni şagirdin necə deyim, məhsul yaratması, fərqli müxtəlif yollarını tapmaq üçün
düşünülmüş, necə deyim, ideya yaratma mərhələsindəyik. Bəli. Yəni. Ola bilər ki, siz uşaq bunu slayd formasında təqdim edə bilər. Ola bilər ki, layihə yarada bilər, layihəni slayd formasında təqdim eləsin. Ola bilsin ki, uşaqlar fikirlərini statistikadırsa, diaqram formasında ifadə eləsinlər. Ola bilər ki, müəyyən eskiz formasında çəksinlər nə isə, şəkil formasında ifadə eləsinlər. O şəklin içində müəyyən izahlarla onu qeyd eləsinlər. Təbii ki, artıq bu həmin fənnin mövzusuna, ideyasına bağlıdır. Deməli, müəllimlər, keçdik nəyə? Qiymətləndirmə haqqında ümumi məlumata. Gülşən müəllimə, siz deyin, qiymətləndirmə hansı prinsiplər əsasında aparılırdı? Uyğunluq bir də ki, müəllimə, bayaq təkrar elədim. Əsas 4 dənə prinsip idi. Müəllimə, əsas 4 dənə prinsip idi. Hal-hazırda onun ikisi istifadə olunur tədrisdə. 4 dənə müəllimə. Mən kitabda Şəffaflıq, obyektivlik, bir də əməkdaşlıq. Qarşılıqlı əməkdaşlıq, bir də etibarlılıq prinsipi 4 dənə. Şəffaflıq, etibarlılıq, obyektivlik, qarşılıqlı əməkdaşlıq. İndi hal-hazırda məktəbdə tədrisdə hansılarından istifadə olunur müəllimə? Uyğunluqla etibarlıqda. Uyğunluqla etibarlılıq. Yəni onları demək istədim mən. Əvvəlki şeydə. Bir də ki, mən təkcə öyrənmişəm diaqnostik qiymətləndirməni. O birisilərinə baxa bilmədim, testlər işlədim ancaq. Yaxşı, onda diaqnostik qiymətləndirmədən sual cavab edeyim sizə. Diaqnostik qiymətləndirmə nə məqsədlə aparılır müəllimə? Dərs ilinin əvvəlində ola bilər şagird sinifdən sinifə keçir, daha sonra məktəbi dəyişir. Müəllim onun mövzunu izah etməmişdən əvvəl həmin mövzuya aid biliklərini yoxlayır da, yəni diaqnostika aparır, belə deyək. Deməli, yeni dərs ilinin əvvəlində bir daha nə zaman aparılır? Məktəbdə, sinifdən sinifə keçdikdə. Dərsin sonunda da ola bilər, amma bu təkrar diaqnostik qiymətləndirmə sayılmır da. Yəni. Aha, bu sayılmır. İndi bu hansı hallarda aparılır? Evet. Yeni dərs ilinin əvvəlində, ikinci yarım ilin əvvəlində. Yeni dərs sinifdən, bəli, ikinci yarım il. Yarım ilin əvvəlində aparılır. Hər bölmənin də əvvəlində ola bilər. Məktəb dəyişərkən, sinifdən sinifə keçirərkən. Bəli, doğrudur. Yəni, burada əsasən müəllim hansı sualları cavab tapmağa çalışır? Yəni, şagird nəyi bilir, nəyi bilmir, belə bir suallar. Bəli. Bunu necə inkişaf etdirmək olar şagirdin təlim ehtiyaclarını? Doğrudur, doğru. Gələn dəfə digərlərini sual cavab edəcəm sizlə, yadımda qaldı. Yaxşı müəllimə, bəs bu diaqnostik qiymətləndirmə müəllim hansı üsullarla apara bilər? Hansı üsullarla? Esse, daha sonra test etməklə, qapalı testlər, daha sonra texnologiya dərsində əl işləri ilə. Bəli. Belə. Əl işləri, rəsm xətt dərsində məsələn. Aha, rəsm təqdim etməklə. Yaxşı. Bəs müəllimə, müəllim hal-hazırda onu sinifdə icra edən zaman, yəni testdirsə, bunu necə tərtib edir, testi necə yaradır? Testi iş üsullarından istifadə etməklə müəllimə. Aha. Məsələn, BİBÖ-dən də istifadə edə bilər, sinif müzakirəsi də apara bilər, bəli. Sinif müzakirəsi. Bəs bu diaqnostik qiymətləndirmə şagird üçün nəsə risk tələb eləyirmi? Risk nədir? Şagird üçün əsas risk nədir? Bu qiymətləndirmə məsələsində şagird üçün risk nədir? Onların qorxulu yuxusu nədir bu şagirdlərin? Hə. Riski bilmədim amma. Çünki müəllimə bölmə barəsində, bölmə üzrə ilkin biliyini müəllim yoxlayır burada. Nəyi bilir, nəyi bilmir. Məsəl üçün bu əsasən 2-ci sinifdən, 3-cü sinifdə, 4-cü sinifdə əsasən 1-ci sinifdə eləmək olur. Məktəbə qədər də nə keçib, onlardan yadında qalan nə var da. Yəni uşağın bu bölmə barəsində ilkin bilik əldə edir müəllim ki, nə üzrə mən proqramımı yəni apara bilərəm də. Yəni uşağa nələri öyrədə bilərəm, harda boşluğu var. Məsəl üçün də nəyi bilmir, nəyi bilir. Bu cəhətdən diaqnostik qiymətləndirmə vacibdir. Amma risk daşıyan qiymətləndirmə deyil. Yəni jurnala yəni hər hansı bir bal verilmir də. Yəni. Bəli, bal verilir. Hər hansı bir rəqəmə ilkin bilsin haqqında təsəvvür edilir. Hə. Bu müəllimin testlə də eləyə bilər, şifahi sorğu sualla da eləyə bilər və ya mətnə aid ola bilərsə, məsələn, bayaq müəllimə də dedi ki, esse ilə eləyə bilər, sinif müzakirəsi də eləyə bilər, BİBÖ ilə də eləyə bilər, məsələn, bilirəm, istəyirəm, bilim, axırda nə öyrəndim də, yəni bu şəkildə də müəllim eləyə bilər. Aha, başa düşdüm.
Yaxşı. Gülşən müəllimə desin, çünki ancaq diaqnostik qiymətləndirməni öyrənim. Gülşən müəllimə, bu uşaq üçün dedi ki, risk tələb Bəli. edən nə idi? 3 dəqiqəmiz qalıb bitməyinə, çalışaq 2 dəqiqəmiz artıq 56-da bitəcək. Mən risk tələb edən bir şey yox idi axı. Risk Yoxsa tələb necə? risk nə idi? Məsələn, uşaqlar üçün qiymətləndirmədə risk nədir? Gündəliyə və jurnala yazılmaq. Bunun nəticəsi Bəli, harda onlar qeyd yoxdur. olunurdu? Harda qeyd Diaqnostik. olunurdu? Diaqnostikin nəticəsi harda qeyd olunurdu? Qolluqlarda. Mhm. Qolluqlarda qeyd olunur. Və bu Yəni necə hər yaradılırdı? fənn üzrə ayrıca qolluq olur. Mhm. Ayrıca da bir qolluq olur fənlərdən ayrı. Uşağın məsələn davranışları, xarakteri haqqında yazılır və sinif rəhbəri ona nəzarət edir. Bəli, hər bir sinif rəhbəri nə Yəni, yaradır bundan sinif ötəri? rəhbəri. Müəllimə, nə yaradır bundan ötəri sinif rəhbəri? Sinif rəhbəri hər bir şagirdə aid qolluqlar yaradır. Qolluğun, onun adı nədir? Qolluqlar Onun adı Portfolio nədir? müəllimə, portfolio yaradır. Portfolio yaradır. Düz Portfolio. deyirəm. Bəli, portfolio yaradır. portfolio, bəli. Birinci olaraq deməli dediniz ki, hər fəndən ayrıca portfolio yaradılır və bu portfolioda hər fəndən ayrıca yaradılır qovluqdur və bu qovluqda deməli Ayrıca da bir dənə olur. aha, burada uşaqların hansı xüsusiyyətləri dediniz ki, qeyd olunur? Mən yəni sosial da ətrafla necə münasibət saxladığı, xarakteri, Bəli. belə şeylər. Əslində bu portfolio nə məqsəd daşıyır müəllimə? Yəni müəllimə bunun köməyi nədir? Müəllim bunu niyə yaratmalıdır sizcə? Bax, məsələn, məktəbdə sinif rəhbərisiz də, elə deyil, hə? Bunun portfolionu yaratmısınız uşaqlardan ötəri. Bu sabah sizə nə kimi iş üzə yarayacaq? Bu yaratmaqda məqsəd nədir? Aha, digər videoda cavablandıracaqsınız artıq. Çünki vaxt bitəcək az sonra. Davam eləyək müəllimlər. Davam eləyək müəllimlər. Hə, deməli Gülşən müəllimə orada qalmışdıq da. Harda Bəli. qalmışdıq? Orada qalmışdıq ki, portfoliyanı Müəllimə, yaratmaq. bəli. Hə. Müəllimə siz işləyirsiniz deyə daha çox siz onu yəni dəqiq bilərsiniz. Amma mənə elə gəlir ki, məsələn, uşaq sinifin dəyişəndə onu uşağa verilir ki, yəni yeni sinif rəhbərinə təqdim et. Belə bir şeylər ola bilər deyə. Yox, Mən həmçinin uşağın bəli. Aha, bax burada qeyd olunur ki, sinif rəhbəri portfolionun təşkilinin saxlanmasını və burada olan məlumatları araşdırıb təhlil etməsini rəhbərliyə və valideynin qarşısına bir dəlil kimi qoyur. Ki, bax bu uşaq budur. Yəni müəllim şagirdlər haqqında məlumatı portfolioda saxlamağının özünün məqsədi var. Yəni bu müəllimin işinin belə deyək ki, nə deyək, işini qorumaqdan ötəridir. Yəni bu müəllimə yönəlik bir şeydə, müəllimin belə deyək ki, dəstəkləyən, müəllimin fəaliyyətini dəstəkləyən bir şeydir. Sonra müəllimə, burada şagirdlər haqqında başqa dedik nələr qeyd olunur? Dedik həm sosial, həm də uşaqların ümumi fəaliyyətləri burada qeyd olunur. Bundan əlavə şagirdlər Bəli. haqqında diaqnostik qiymətləndirmə aparırıq da, bu portfolio qeyd olunur. Portfolioda başqa uşaqlar haqqında nələr? Biz diaqnostik qiymətləndirməni nə məqsədlə aparırıq? İlkin biliklərini yoxlamaq üçün də mənim Biri bu, mövzu ilə bağlı. sonra biri bu. Məsələn, 5-ci sinifə uşaqlar gəlib, hə? Siz Azərbaycan dili müəllimi olaraq inşallah gələn vaxtda da hər birimizin daimi iş yerimiz olsun. Məsələn, getmisiniz məktəbə, elə deyil. Getmisiniz Bəli. məktəbə. Hə, uşaq da sizi ilk dəfə görür, siz uşağı ilk dəfə görürsüz və siz diaqnostik qiymətləndirmə aparırsınız. Diaqnostik qiymətləndirmə aparmada bax burada məqsəd nədir? Məzmun standartlarına uyğun yəni ilk öncə hansı dərs keçiriləcəksə, o dərs haqqında şagirdlərin ilkin biliklərini, yəni Yoxlamaq, necə bir deyim? bu. İkincisi nə idi? Hə, şagirdin ilkin bilikləri yoxlamaq. Sonra nə ola bilər diaqnostik qiymətləndirmə? O biliklər haqqında, yəni həmin məzmun standartları olan, yəni mövzular haqqında yanlış bildiklərini onlara yenidən effektiv şəkildə, necə deyim, düzgün şəkildə öyrətmək.
Bəlkə ola bilər ki, uşaq bilir, mövzu haqqında bilir, amma onun haqqında səhv bilir. Yanlışdır. Biliyi yanlış da ola bilər. Sonra Bəli. müəllimə uşağın maraq dairəsini müəllim üzə çıxardır ki, bu fənnə marağı necədir və bundan sonra müəllim illik planına düzəliş eləyir ki, mən bu 5A sinifini, 5B sinifini sizə veriblər. Və bu zaman sizin hər iki sinifə proqramınız eyni olmamalıdır, ayrı-ayrı olmalıdır. Məlum məsələdir ki, bəzən olur ki, siniflər belə gəlir də, A sinifi bəzən B sinifindən daha güclü olur. Yəni siz illik planınızı A sinifinə görə ayrı, B sinifinə də görə ayrı planlaşdırırsınız. Bunu da nəyin əsasında edirsiniz? Diaqnostik qiymətləndirmə əsasında edirsiniz. Belə. Çox sağ olun Gülşən müəllimə. Davam edək. Aytac müəllimə. Deməli, yəqin ki, qiymətləndirmənin digər növlərini də oxumusunuz. Hansı ki, qiymətləndirmə haqqında ümumi məlumat və beynəlxalq qiymətləndirmə, diaqnostik qiymətləndirmə də daxil. Beynəlxalqı Beynəlxalq müəllimi axırdadır. Hə. Persi, onu deyirsiniz də Bəli, bəli. PISA. Pers, PISA. Yox, müəllimə unutmam. Yaxşı, onda bunları sual cavab edin. Hə, sizlə sual cavab edəcəm Ürfani müəllimə. Yaxşı, Aytac müəllimə, uyğunluq prinsipi deyəndə nəyi nəzərdə tuturduq? Bunu izah edin bizə, öyrənək sizdən. Yaxşı, deməli müəllim, uyğunluq prinsipi elə olmalıdır ki, məsəl üçün nə təbəssüm nəysə. Məsəl üçün də bioloji, yəni uyğun olmalıdır da, əvvəlki məsəl üçün müəllim planlaşdırdığı mövzunu izah edə bilmirəm. Yəni planda sonda qiymətləndirməni, yəni ona uyğun eləməlidir. Məsəl üçün biologiya dərsində tutaq ki, mövzu xaç hissələr, bir də cür hissələr nədirsə, ona uyğun aparmalıdır. Yəni sonda qiymətləndirməli həmin mövzuya uyğun aparmalıdır. Amma müəllim sonda şagirdləri bir-birindən əməkdaşlığını falan bunları qiymətləndirir. Burada da artıq uyğunluq prinsipi pozulmuş olur. Deməli, müəllimin təlim məqsədi nədirsə, qiymətləndirmə meyarı da mütləq şəkildə onu əks etdirməlidir. Çünki təlim məqsədi, mövzu, qiymətləndirmə, təlim fəaliyyəti ümumilikdə nə əsasında aparılır? Təlim məqsədi. Alt standartdan çıxartdığımız təlim məqsədi əsasında aparılır. O halda dediniz ki, uyğunluq demək pozulacaq. Dedi ki, demək, bəli, keçirilən mövzular olmalıdır. Amma keçirilən bütün mövzular deməzdim. Çünki müəllim əgər keçən summativlə bu summativ arasında hansı mövzuları keçibsə, onlar üzərində qiymətləndirmə aparmalıdır. Aytac müəllimə, əgər müəllim keçən summativin mövzusundan qiymətləndirmə apararsa, burada uyğunluq gözlənilir? Məncə hə. Niyə? Nə dedim mən? Uyğunluq dedim ki, məzmunla bağlıdır. Uyğunluq yox, müəllim, yox, davamlılıq onlardır. Yox, davamlılıq etibarlılıqdır. Deyil axı. Müəllimə mən deyim. Deyin, hə. Yəni uyğunluq prinsipi vahidlik prinsipidir. Yəni misal üzərindən eləsəm olar mənim belə. Hə, deyin. Məsəl üçün 3-cü sinifə isimin məsəl üçün əşyanın adını bildirir, kimlə hara suallarına cavab verir. Bu mövzuda var keçmək uşaqlara. Yəni biz isimlə tanışlıq edirik bu bölmə ərzində. Başqa sifət də var. Məsəl üçün deyim, sifət əşyanın əlamətini bildirir. Bu mövzuları bir ay ərzində mən uşaqlara keçmişəm. Ancaq mən gedib summativ qiymətləndirmə, kiçik summativ qiymətləndirmə edən zaman uşaqlardan isimin hallanmasını, quruluşca növünü və ya mənsubiyyətə görə dəyişməsini testdə tələb eləyərəmsə, artıq mən uyğunluq prinsipindən kənara çıxmış oluram. Yəni pozuram. Çünki mən uşaqlara bunu keçməmişəm və bunu uşaqlardan tələb eləyə bilmərəm. Bu şəkildə olur uyğunluq prinsipi. Və yaxud da keçmisiniz, amma digər summativ qiymətləndirmədə aparmısınız. Bunu keçmişəm, digərində də verə bilmərəm. Çünki onun artıq summativi olub. O bölmənin summativini uşaqlar keçib artıq. Hər il ərzində məsəl üçün 7 dənə, 8 dənə summativ qiymətləndirmə olur. Hər ayın özünün sonunda deyək ki, belə summativ qiymətləndirməsi olur. Əgər mən bunu bölmə ərzində mən keçmişəmsə, keçən ayki dərsə bu summativdə soruşuramsa, yenə uyğunluq prinsipini pozmuş oluram.
Bax bu ayın öz mövzuları var axı. Bəli. Deməli burada validlik prinsipi pozulur. Mən nə dedim? Bax izahda da demişəm. Demişəm ki, uyğunluq məzmunla bağlıdır müəllimlər. Bax bu məsələdə diqqətli olun. Uyğunluq məzmunla bağlıdır. Yaxşı, Aytaç müəllimə, siz mənə cavab verin görün. Bu davamlılıq deyəndə nə nəzərdə tutulurdu? Nə idi bax? Bunu izah edin bizə. Hə, etibarlıqdır yəni müəllimdə. Məsəl üçün müəllim qiymətləndirmə apararkən, yəni əvvəlcə də verilmiş tapşırıqları verir tutaq şagirdlərə və sonda bunu qiymətləndirir. Yəni eyni mövzunu müxtəlif zamanlarda qiymətləndirilməsi nəzərdə tutulur. Məsələn, hansı aralıqda təxminən? Necə olur? Nə müəllim? Hansı aralıqda və necə olur? Məsəl üçün mən tutaq ki, dekabr ayında şagirdlərə tapşırıq vermişəm, sonda onu qiymətləndirirəm. Və artıq yanvar ayında həmin tapşırığı yenidən verirəm və bu zaman yəni uşaqları qiymətləndirərkən əgər şagirdlər birinci tapşırığı yerinə yetirərkən tutaq ki, 70% nəticə göstərmişdisə, ikinci dəfə yerinə yetirəndə o faiz 70-ə yaxın olmalıdır. Bu zaman etibarlılıq prinsipi pozulmur. Yox, birincidə 70% göstəribsə nəticəsi, ikincidə artıq 40% göstərirsə, bu zaman etibarlılıq pozulmuş olur. Etibarlılıq pozulmuş olur. İndi dedik ki, bu etibarlılıq iki şəkildə aparıla bilər. Birinci və ikinci hansıdır? İki cür aparıla bilər. Birincisi... Yəni, keçirilən mövzulara uyğun aparılırsa, nə deyirsin? Uyğun yox. İndi tapşırıqlar necə olur da müəllimə? İndi bununla bağlı maraqlanmaq istəyirəm. İndi siz həmin uşaqlara tapşırıqları iki şəkildə apara bilərsiniz. Bunlar hansılardır? Məzmunu, tapşırıqların məzmunu nə olur? Necə hazırlanır? Deməli, müəllimə, bax burada diqqətli olun. Məlum məsələdir ki, bu hissəni daha yaxşı qavraya bilməmisiniz. Deməli, birinci ola bilər ki, siz dekabr ayında uşaqlara verdiyiniz qiymətləndirməni yanvar ayında eynisin, heç bir sualda dəyişiklik etmədən eyni mövzuları, eyni sualları təqdim edirsiniz. Variantları da yerini dəyişmirsiniz. Amma ikinci hal odur ki, mövzu eynidir, amma sualları dəyişirsiniz. Sualların formatını dəyişirsiniz. Fərqli suallar qoyursunuz, variantların yerini dəyişə bilərsiniz və s. Və bu iki şəkildə aparıla bilər etibarlılığı yoxlamaq. Birincisi, suallara dəyişiklik etmədən eyni testləri təzədən kopya edib, təzədən gətirib uşaqlara verirsiniz. İkinci şəkil o olur ki, siz eyni mövzuda başqa cür testlər hazırlayıb, gətirib uşaqlara təqdim edirsiniz. Məqsəd sizin uşaqların mövzu barədə biliklərini nə dərəcədə qavranılmasıdır, nə dərəcədə yadda saxlanılmasıdır. Bax, bu şəkildə bunları qiymətləndirirsiniz. Aytaç müəllimə. Mən üzr istəyirəm. Məsələn, etibarlılıq odur ki, məsələn, mənim qızım 2-ci sinifdə oxuyur. Bəli, Allah sağ olsun. Hər dəfə Azərbaycan dilindən 70 civarında alır da. Məsələn, 74, 79 belə. Yəni burada etibarlılıq gözlənilmişdir. Nümunə kimi demək istədim. Hə, əgər məsələn müəllim eyni tapşırığı təzədən uşağa verərsə və uşaq eyni nəticəni yenidən göstərərsə, müəyyən müddət harsa 1 aydan, 2 aydan sonra eyni nəticəni göstərərsə, bu zaman etibarlılıq gözlənilir. Yox, əgər uşaq ondan daha az 50, belə deyək ki, 50-dən aşağı nəticə göstərərsə, təbii ki, burada etibarlılıq pozulmuş olacaqdır. Bax, indi bax belə deyək. 79 4 sayılır da, elə deyir, hə? 60 da 3 sayılır. Əgər uşaq məsələn 79-dan 60 göstərərsə, deməli bunun summativdə qiyməti düşüb də 4-dən 3-ə düşüb və burada etibarlılıq gözlənilir o halda. Gözlənilməz, bəli. Aha, müəllimə bircə dəqiqə, mən indi gəlirəm. Aha. Bəli, müəllimlər. Hə, bax o şəkildə. Yəni qiymət, bax məsələn kitabda da görürsüz verilib ki, 80% nəticə. 80% nəticə nə demək? 4 qiymətdə. 60% nəticə nədir? 3. Uşaq 3 alır. 4-dən 3-ə düşürsə, deməli burada artıq kəskin şəkildə fərq müşahidə olunur. Məsələn, uşaq toplasa 65, 75, təbii ki, burada fərq o qədər. Çünki qiymət etibarilə kəskin şəkildə düşmür uşağın qiyməti. Yaxşı. Deməli, Aytaç müəllimə, siz mənə deyin görüm. Bax, bu kitabdakı orada ox işarəsi var idi, şəkil.
Yadınıza gəlirsə. Orada siz A-nı izah eləyin bir dənə mənə. A nə demək idi? Mən onları yaxşı bilmirəm. Yəni onlar elə bir lazımsız deyil. Yox. Bax, bunu sərt şəkildə deyirəm. Kitabdakı şəkilləri, kitabdakı cədvəlləri keçməyin. Onlara diqqətli olun. Yaxşı? Bundan sonra bax bu qiymətləndirməni bax gələn dəfə yenidən soruşacağam bunları. Gülşən müəllimə, digərlərini oxumamısınız. Sonra qeyd eləyirəm Aysel müəllimə, Aytac müəllimə, siz deməli beynəlxalq qiymətləndirməni oxumamısınız. Bax bunları soruşacağam ciddi şəkildə. Şəkilləri keçməyin. İmtahana bir də gördünüz bu şəkilləri saldılar. Hə, onda deyəcəksiniz ki, hə, kitabda var idi bu şəkil, mən görmüşdüm. Ondan ötəri imtahana hazır, biz MİQ-ə hazırlaşırıq. Necə? Yəni siz kitabın hər bir küncü bucağını əzbər bilməlisiniz. Sonra diaqnostik qiymətləndirmədən sual verin müəllimə. Aytac müəllimə. Diaqnostik qiymətləndirmədən sual verək. Yaxşı. Diaqnostik qiymətləndirmədə deyir ki, diaqnostik qiymətləndirmə özünün təşkilati işləri hansıları idi? 3 dənə idi. Sonda qeyd olunmuşdular. Necə həyata keçirilməsi tövsiyə olunur? Müəllimlərə necə tövsiyə verirlər? Birinci nə ilə bağlı idi? Diaqnostik qiymətləndirmə həyata keçirilməsi. Aytac müəllimə. Səsə fikir verməyin, səsi açın, suala cavab verin. Mən bilmirəm müəllim. Birinci müəllim sinif rəhbəri nə yaradırdı müəllimə? Nə yaradırdı? Portfolyo yaradırdı. Uşaq sosial və digər Hə, bildim mənim yadıma düşdü. İkincidə o şagirdlərin maraqları üçün, yəni o maraqları, yəni nəyə bir maraq vardı, hamısını orada yerləşdirirdi faildə. Bunlar mı deyirsiniz? Hə, bunlar deyirəm. Üçüncüdə də deməli valideynlərlə mütəmadi əlaqə saxlayan məlumat verir də valideynlərə. Bəli, eyni zamanda rəhbərliyə də lazım olarsa portfolyanı açıb qoyurdu ortalığa ki, bəs belə-belə də, yəni müəllimin bu işinin belə deyək, ardıcılığı düzdür, müəyyən müəllimə vaxtın alsa da, amma bu müəllimin işinin qarantiyasıdır. Yaxşı. Bugünkü zamanda vəbşim yaxşıdır. Hər bir uşağın xüsusiyyətini oraya yazılmağı lazımdır. Doğrudur. Ürfani müəllimə, siz cavab verin görək TIMS. TIMS nədir? TIMS haqqında məlumat. Riyaziyyat yarışmasıdır. Onu deyim, birinci. Nə yoxlanılır? Uşaqlarda nə yoxlanılır? Riyaziyyat və təbiət elmlərinin yoxlanılır, qiymətləndirilir. Daha doğrusu dünya səviyyəsində olan bir yarışmadır. Beynəlxalq qiymətləndirmə, yarışma deyil, beynəlxalq qiymətləndirimədir. Müəllimə, siz deyin görün, burada uşaqların təkcə riyazi və təbiət elmləri ilə bağlı suallar verilir. Onların təkcə riyazi və təbiət elmləri ilə bağlı bilikləri qiymətləndirilir, yoxsa? Mən elə riyaziyyat və təbiət elmləri haqqında. Riyaziyyat və təbiət elmləri ilə yanaşı, eyni zamanda hansı biliklər də qiymətləndirilmiş olur? Həyatla əlaqələndirmələri də yoxlanılır. Hə, yoxlanıla bilər də, yoxlanıla bilər. O riyaziyyat və təbiət elmləri ilə yanaşı uşaqların hansı bilikləri qiymətləndirilir? Daha texnologiya və mühəndislik. Texnologiya və mühəndislik biliklərdə yoxlanılır. Və bunu uşaqlarda inkişaf elətdirmək üçün məktəblərdə nə təşkil olunur müəllimə? Müəllimə STEM var. STEM dərsləri təşkil olunur. Bəs müəllimə, bütün bunların hamısının istifadəsi, yəni birlikdə biz kompetensiya olaraq hansı kompetensiyada gördük biz bunları? Bunların riyaziyyat və təbiət elmləri müəllimə. Riyazi savad, elm və texnologiyada, kompetensiyada biz bunu gördük. Yaxşı müəllimə, TIMS hansı belə deyək ki, təşkilat tərəfindən həyata keçirilir? Bax, bunların hamısına diqqət eləyin. Amma görürsünüz, bir sual cavab edirəm. Mən bunları izahda elə belə deməmişdim. O müəllimə var, International Association var, mənim elə də adı, səhv etməmişəm, odur da. Siz ingiliscəsi yox, Azərbaycan dilini yadda saxlayın. Azərbaycan dili təhsil nailiyyətlərinin qiymətləndirilməsi assosiasiyası.
üzrə beynəlxalq assosiasiya. Təhsil nailiyyətlərinin qiymətləndirilməsi üzrə beynəlxalq assosiasiya tərəfindən təşkil olunur. İlk dəfə neçənci ildə keçirilib? 95-ci ildə mən 95-ci ildə keçirilib. 2019-cu ildə neçənci dəfə keçirilib TIMS? hardasa 95-dən bəri keçirilsə 95. Neçə ildən bir 4 keçirilir? ildən Hə. 5 ildən Yo, 4 ildən bir nə olur. 5-i? 4 ildən bir, 4 ildən bir keçirilir. Müəllimə, deməli 7-ci dəfə keçirilib. Burada neçə ölkə iştirak eləyib? 60-dan çox ölkə iştirak edib də mən. 60 nədir? Neçəyə yaxın? Dəqiq say deyin mənə. Mən 60-dan çox ölkə iştirak edib. Bəli, 70-ə yaxın ölkə iştirak eləyib. Bunlarda diqqətli olun. Sonra müəllimə, deyin görün mənə, bu 4 ildən bir keçirilir dedik. Neçənci sinif şagirdlər arasında keçirilir və nə cür təşkil olunur bu? Mən 1-4-cü siniflər arasında, yox, 4 siniflər arasında 4 ildən bir keçirilir. 4 ildən bir keçirilir. Birinci neçənci siniflər arasında keçirilir müəllimə? Siniflər arasında. Deməli 4-cü siniflər arasında keçirilir. Bir də 4 ildən sonra hansı sinifdə təşkil olunur yenidə? 8-ci sinifdə. 8-ci sinifdə. Həmin sinifdə keçirilir. Həmin sinif şagirdləri iştirak edir, yoxsa başqa sinif şagirdləri iştirak edir? Həmin sinifin şagirdləri də eləyə bilər. Başqa, məsəl üçün, sırf bir sinifə uyğun deyim ki, bir sinif yox, 8-ci sinifdə oxuyan bütün uşaqlar gələ bilər də. Yox, müəllimə, bax diqqətli olun. 4 ildən bir keçirilirsə, bax kitabda da yazıb. Yəni eyni şagirdlər arasında 4-cü sinifdə hansı 4-cü siniflər iştirak edirsə, 8-ci sinifdə də həmin siniflər iştirak edir. Aydın oldu? Yəni görək bu 4 il ərzində nə dəyişib? Yəni onu yoxlamaq istəyirlər ki, bu təhsil nə qədər, yəni uşağın ilkin səviyyəsi nə idi? Artıq bu 4 il ərzində uşaqlara hansı belə deyək ki, məlumat əldə elədilər? Uşaqlar nə dərəcədə inkişaf elədilər? Hə, buyurun. Heç nə, mən belə başa düşdüm ki, yəni 8-ci siniflərin, yəni siz mən necə sizə izah etməyə çalışdım. Yəni 4A iştirak edibsə, yəqin bu 4B-də, 4C-də o nəzərdə tutmuşdum mən sizə ki, yəni onların hamısı iştirak, hamısını yoxlayacaqlar da. 5-ci sinifi yoxlayacaq ki bu. Yəni 14-cü sinifi yoxlayacaq və bütün 8-ləri də belə deyim. Bəli, yaş məhdudiyyəti var burada. Hansı 4-cü sinif şagirdləri TIMS-dən keçibsə, 4 ildən sonra da həmin uşaqlar 8-ci sinif kimi iştirak edirlər. Yəni eyni şagirdlər arasında keçirilir. Hansı uşaqlar qoşulubsa, beynəlxalq qiymətləndirmə yerində həmin uşaqlar qiymətləndirmədən keçirilir. Yaxşı müəllimə, sonuncu dəfə nə zaman keçirilib TIMS? Sonuncu dəfə mən 2023-cü ildə 4 ildən bir olursa, 19-dan sonra 2023 gəlir də, üstə 4 gəlir də. Deməli, hələ keçirilməyib, növbəti hələ keçirilməyib də, deyək. Yaxşı müəllimə, 2019-da keçirilib, onda uşaqlar, demək, ikinci dəfə keçiriləndə hansı formada keçirilib 2023-də? 8-ci sinif səviyyəsində olur da. 8-ci siniflər iştirak ediblər və hansı formada qiymətləndirmədən keçiblər? Kompüter əsaslı olur da mən. Kompüter, rəqəmsal. Çünki adından da göründüyü kimi uşaqların riyaziyyat və təbiət elmləri üzrə belə deyək ki, biliklərini yoxlayır. Və bununla yanaşı uşaqların mühəndislik və texnoloji bacarıqlarını demək yoxlamış olur. İndi məktəblər var da, STEM layihəsi var, qoşulublar. Və bu STEM layihəsi uşaqları həm riyaziyyat, həm təbiət elmlərinə bağlı biliklərini inkişaf etdirir, həm də mühəndislik və texnologiya sahəsində olan biliklərini inkişaf elətdirir. Və buna görə də STEM dərsləri məktəblərdə təşkil olunub müəllimə. Və görürsünüz ki, deməli uşaqlar STEM layihəsinə qoşulublarsa, deməli onlar artıq kompüter vasitəsilə də hazırlanmış test imtahanından keçirirlər. Üstəlik də qeyd edeyim ki, bütün məktəblərə, bütün dünyada, məsələn, nə qədər ölkə bu qiymətləndirməyə qoşulubsa, müəllimə, deməli hamısına eyni sual verilir. Heç bir ölkəyə fərqli sual verilmir. Və alınan nəticələr əsasında, bu beynəlxalq qiymətləndirmənin nəticələri müəllimə kimlərə elan olunur? Mən səs yazısında da izah eləmişdim. Mən birinci Təhsil Nazirliyinə elan olunur. Bilməlidir. Sonra? Necə mən? Təhsil Nazirliyi bilməlidir. Sonra kimlərə elan olmalıdır, kimlər bilməlidir? Bu xəlvət aparılmış. Məktəb bilməli. Məktəb bilir. Məktəb bilməli. Aha, sonra? Məktəb rəhbəri neçənci yerə çıxıb,
qalibdirmi, qalib deyilmi, uşağın valideynlərini də bilgiləndirir, uşağın özünü Müəllimə, bilgiləndirir. müəllimə, ümumilikdə suallar qoyulur, sualların balı var. Dünya statistikasında yeri müəyyən olunur. Dünya statistikasında yeri müəyyən olunur ki, Azərbaycan neçənci ölkədir? Məsələn, ilk onluğa daxil ola bilirmi? Burada uşaqlar arasında yarış getmir. Burada dövlət öz təhsil sistemini beynəlxalq arenada qiymətləndirir ki, görək mənim təhsil sistemim digər dövlət təhsil sistemlərinə nisbətən hansı səviyyədədir. Və üstəlik də onlar öz nəticələrini gizlətmirlər və bütün dövlətlərin təhsil siyasəti açıq-aydın ortada olur. Yəni burada ilk onluğa düşən o ölkələr var ki, onların təhsil sisteminə biz asan şəkildə gedib araşdırıb, Təhsil Naziri araşdırıb, elə bax dedim ha, beynəlxalq qiymətləndirmənin nəticələri həm mətbuatda açıqlanmalıdır. Çünki jurnalistlər, təhsillə maraqlanan jurnalistlər bunu bilməlidirlər. Valideynlər bunu bilməlidirlər. Sonra Təhsil Naziri aydın məsələdir ki, bunu bilir. Yəni təhsillə maraqlanan hər kəs adam var ki, siyasətlə maraqlanır. Siyasətlə maraqlı olan hər şey mütləq şəkildə ictimaiyyətə açıqlamalıdır ki, o insanlar bundan biliyi əldə eləsinlər. Və təhsillə maraqlanan insanlar, burada valideynlər var, maraqlanırlar ki, görəsən bizim təhsil sistemimiz hal-hazırda nə səviyyədədir? Mən uşağıma orta məktəbdəki proqramla uşağıma dərs keçim, yoxsa yoxsa beynəlxalq təhsil proqramına müraciət edeyim. Uşaq məktəbdə odakı pullandır da, müəllimlər bilirsiniz. Müəllim, valideyn artıq müraciət edir və o uşağa xüsusi qaydada həmin beynəlxalq təhsil proqramına əsasən dərs keçirilir. Yəni valideyn, məsələn, hər birimiz valideyn idi. Ola bilər ki, gələcəkdə beynəlxalq qiymətləndirmənin ciddi şəkildə maraqlanaq və beynəlxalq qiymətləndirmənin nəticəsi bizi qane etməsin və biz beynəlxalq təhsil proqramından istifadə eləyə bilək. Və buna görə də təhsillə bağlı bu xəbərlər hər kəsə açıq-aydın şəkildə elan olunmalıdır. Deməli, dedik ki, riyaziyyat və təbiət elmləri barədə olan beynəlxalq təhsil proqramı hansı qurum tərəfindən aparıldı müəllimə? Təhsil nailiyyətlərinin beynəlxalq qiymətləndirmə assosiasiyası var. Beynəlxalq assosiasiyası tərəfindən keçirildi. Yaxşı, müəllimə. Burada qeyd olunur ki, yaxşı. Keçək PIRLS qiymətləndirmə proqramı. Hə, bu hansı qurum tərəfindən keçirilir? Bu da elə eyni qurum tərəfindən də müəllimə. Hansıdır? Adın deyin dəfələrini. Adın deyin. Təhsillərin qiymətləndirilməsi və beynəlxalq nailiyyətlərinin qiymətləndirilməsi üzrə beynəlxalq assosiasiya. 4 ildən bir keçirilir. Yenə bu da 4 il. Diqqətli olaq müəllimə, diqqətli olaq. 4 il yox. 4 il bir dənə TIMS keçirilir. Bu 5 ildir, o birisində rəqəmi başqadır. Eyni deyil rəqəmlər. Hə. Biri 5, 4, biri 5, biri 5. Hə. Çaşdırır. Hə, problem deyil. Oxuyub anlamanı yoxlayırlar. Oxuyub mətnin anlama araşdırması üzrə xidmət edir. Oxu bacarıqları var. Daha sonra 4-cü siniflərdən başlayırlar da ibtidai sinif üzrə, təhsil üzrə uşaqların oxuyub anlaması nə dərəcədədir? Yəni oxu təkmilləşdirilməsi üzrə aparılır və bizim də mən bildiyim qədər oxu səviyyəmiz yaxşı deyil Azərbaycan olaraq. Yəni nazirin özü də ki, oxuyub anlama səviyyəmiz sürətli deyil. Müəllimlərə hətta irad tutmuşdu, keçən il idi. Səhv etmirəmsə müəllimlər şikayət eləmişdi. Məncə mən belə haşiyə olaraq çıxım. Nazirin müəllimləri təhqir eləməli deyildi. Universitetdə oxuyub anlama üzrə bir tədris yoxdur ki, bu müəllimlər də bilsin ki, uşaqlara artıq oxuyub anlama üzrə dərs keçəcəkdir. Yəni bunun əgər beynəlxalq səviyyədə qiymətləndirilirsə, demək başqa dövlətlərdə bu şey olur da, yəni tədris olunur da, müəllimlərə də öyrədilir. Müəllim də öyrənməlidir ki, gəlib kimsə öyrədə bilsin. Öyrənməyinə yön verə bilsin. Bəli, yəni deyirsiniz ki, bunun istiqaməti əvvəlcədən verilməlidir. 10 dəqiqə dərsimiz yekunlaşacaq. Yaxşı müəllimə, siz deyin görək, burada demək deyir ki, 5 ildən bir keçirildi. Beynəlxalq təhsil nailiyyətlərinin qiymətləndirilməsi üzrə beynəlxalq assosiasiya təşkilatı tərəfindən keçirildi. Siz dediniz ki, 4-cü sinif şagirdləri arasında keçirildi, oxuyub anlamaqla bağlı keçirildi, təşkil olundu. Bəs yaxşı müəllimə, bunun deyir ki, ölkə nailiyyətlərinin trendlərinin izlənilməsi hansı şəkildə izlənilir?
Necə mənə ölkə nailiyyətlərinin Ölkə trendlərini səviyyəsinin izlənir. nailiyyət trendlərinin izlənilməsi. Necə izlənilir? Onu bilməm. O birisinə aiddir müəllimim. 3 ildən bir olana Yox, dediyiniz buna sual. aiddir. Yeni və təkmilləşdirilmiş təhsil siyasətinin effektivliyini müəyyən edilməsi. Sonra, Aha, hə, oxu tədrisi hə, dəqiq cəhətlərin meydana çıxmış deyirsiniz. Bəli. Aha, trendlər çıxarılmasını, kurikulum üzrə islahatların, bəli, lazımdırsa dəyişiklik aparılır, görürsüz, hə. Sonra PIRLS nəticələrinin dəqiq və dəqiq təhlili və təhsil sisteminin inkişaf etdirilməsi. digər siniflər üzrə qiymətləndirmələr üzrə tədqiqatların təşkil olunması və ya aparılması, oxu bacarıqlarını formalaşdırmaq lazımdır. Daha sonra oxunun necə deyim, tədrisi artırmasını aparmaq lazımdır da. Aparmaqla məlumatlandırmalıyıq da, baza yaratmalıyıq. Bugünkü gündə də mən bu baza yaradılmır. Sadəcə yenə əzbərçiliyə getirilir hamısı. Deməli, PIRLS-ün tədqiq və təhlili əsasında təhsil sisteminin inkişaf etdirilməsi. Bu nə deməkdir müəllimə? Deməli, tədqiq və təhlili əsasında təhsil sisteminin inkişaf elətdirməsi, artıq onun nəticəsi neçə bal alınıbsa, o bal üzərində məsələn müşahidə aparırlar və eyni zamanda onu tədqiq edirlər ki, problem nədir. Sonra digər siniflərdə ona uyğun qiymətləndirməni məktəbdə siniflər arasında həmin qiymətləndirməni aparırlar ki, uşaqları özləri öz aralarında yoxlasınlar, problemi üzə çıxarsınlar və s. Yaxşı müəllimə, bəs PISA neçə ildən bir keçirilir? Hansı qurum tərəfindən həyata keçirilir? 5 ildən bir keçirilir. Nə 5 ildən müəllimə? 5 ildən bir yox. Neçə ildən bir keçirilir? 4 ildən bir TIMSS idi, PIRLS 5 ildən bir idi. Bu neçə il idi? Hə, PIS deyirsiniz müəllimə, o birisini deyirsiniz. PISA. Beynəlxalq şagird qiymətləndirmə proqramı tərəfindən həyata keçirilir. 3 ildən bir keçirilir. Yox, müəllimə, nə beynəlxalq şagird qiymətləndirməsi idi ki, tədqiqat İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən keçirilir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən. Yadda saxlayın. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən keçirilir. Neçə ildən bir keçirilir? Cavabı dedim. Mən bilirəm. 3 ildən bir keçirilir. 2002 dəfə ildə hazırlanıb, amma 2000-ci ildə də tətbiq olunmağa başlayıb. Aha, yaş məhdudiyyəti. Mən burada inteqrasiya olunmuş fənlərdə də bütün fənlər var. 15 yaşlı şagirdlərin oxu, riyazi elm sahələrindən bağlı, daha doğrusu məktəbdə qazandıqları fəaliyyətlərin, biliklərin həyata necə tətbiq olunduğunu yoxlayır. Bunda da bizim ölkə olaraq çox zəif nəticə göstəririk. Bu bizdə yaxşı inkişaf eləmir. Deyək, fənlər arası inteqrasiya və ya fən üstü inteqrasiya. Çox tətbiq yaxşı olunmur. Deməli, müəllimə 15 yaşlı şagirdlər arasında keçirildi. Deməli, 3 kateqoriyadan ibarətdir. Hansı kateqoriyalardır? Necə qiymətləndirilir? 3 kateqoriya. Birinci riyaziyyat üçün tələb olunan bacarıqlar var idi. Daha tətbiq elmləri. Müəllimə, diqqətli olun. PISA-da bacarıqlar 3 kateqoriyada qiymətləndirilir. Hansı kateqoriyalardır? Hə, başa düşdüm müəllim. Qiymətləndirmə təməl, orta və yüksək səviyyədə olur. Bəli, təməl, orta, yüksək səviyyə. Bəli. Bunlar əsasında həyata keçirilir. Və ilk onluqda yenə də Çindir, Koreya, Sinqapur, Yaponiya, Avropa ölkələrindən də Finlandiya, Estoniya, İsveçrə, Polşa və Hollandiyadır. Yəni ilk onluqda bunlardır. Təbii ki, biz yenə də aşağı sıralardayıq. Nəticəmiz çox zəif olur. Deməli, dedik ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən həyata keçirildi. PISA və eyni zamanda uşaqların, elə ki, TIMSS-də riyaziyyat və təbiət elmləri deyildi. PIRLS-də də nə idi? Oxu bacarığı idi. PISA ilə bu onların ikisinin qarşılığıdır. Belə yadda saxlayın. PISA onların ikisinin qarşılığıdır. Aydın oldu. Ona görə 3 ildən bir keçirilir. Belə yadda saxlayın. Yəni, həm TIMSS-də bunu qiymətləndirirlər, PIRLS-də bunu qiymətləndirirlər, PISA-da da ikisini qiymətləndirirlər. İkisini bir yerdə qiymətləndirirlər. Sonra indi burada nə var? Uşaqların qazandığı biliklərin həyatda və məişətdə tətbiq etmə bacarığını yoxlayırlar burada. Həm oxuda, həm də riyaziyyat və təbiət elmlərində qazandığı biliklər. Bəli. Buyurun. Bu da fənn üstün arası inteqrasiyaya gətirib çıxardır və bizdə zəif olduğunu göstərir. Buna görə də artıq üstünə düşməyə çalışırlar. Mən ümumi yekun olaraq fikrimi deyə bilərəm ki,
Həqiqətən nazirin o fikrinlə razıyam ki, artıq ibtidai sinifdə, təhsildə daha çox islahat aparmaq lazımdır, nəinki yuxarı sinifdə. Həqiqətən mən yəni aşağı İslahat odur ki, sinifin müəllimə uşaqları yükləmək lazım deyil ki, öyrənməyə marağı da azalmasın. Çünki yəni bəli. köhnə sistemlə verirlər. Uşağa get sən məsəl üçün Qaragöz nağılını 10 dəfə oxu, bu uşaq onsuz da bezəcək də, əzbərçi olacaq da bu uşaq. Oxu qabiliyyəti uşaq. Əlavə bax, mən əlavə bir şeylər aldırmağı mən razı deyiləm müəllimin. O verdikləri kitabla bəlkə cəmiyyət olaraq, xalq olaraq bəlkə biz də hazır deyilik. Onu mən biraz da şeyə bilmirəm, başa düşə bilmirəm. Bəli, müəllimə, əsas odur ki, Təhsil Naziri, bilmirəm, Nazirlər Kabineti bu barədə belə deyək ki, fikir söyləyirlər. Təbii biz nəsə desək də, rəy bildirsək də, yəni bu biraz boş olur. Əsas odur ki, yəni təbii ki də, yəni biz də öyrənək, tətbiq eləyək, yeniliklərə uyğunlaşaq. Yəni bizdən tələb olunan budur. Belə müəllimə, suallarınızı WhatsApp-da mütləq şəkildə göndərin. WhatsApp-da izah edəcəm, sualların izahını verəcəm. Hətta dərsdən sonra gözləyirəm. Hansı mövzuda hansı suallardır, onların səsli izahını sizə göndərəcəm. Dərsimiz yekunlaşmaq üzrədir, müəllimlər. Mən sizə başqa səs atacağım, dinləyərsiniz məni. Hə, yaxşı. Görüm razılaşın. Yaxşı, mütləq şəkildə göndərərsiniz. Dinləmək mənə xoşdur. İndi hal-hazırda bitəcək, səsimiz kəsilməsin də belə. Mən sevmirəm elə bir şey. Bir də görürsünüz, yəni burada elə bir element var. Deməli, Aytac müəllimə dediniz ki, səhvləriniz var. O səhvləri mütləq şəkildə göndərin. Bundan əlavə də kitabdakı şəkillərdir, diaqram olsun, nə bilim, hər nə olursa olsun, bunların hamısını yazılar kimi diqqətli şəkildə baxmalısınız. Çünki imtahanda da eyni sxem verilə bilər. Yəni biz bundan sığortalanmamışıq. Belə müəllimlər, sağ olun. Allah zehin açıqlığı versin hər birinizə. Uğurlar arzulayıram. Sağ olun. Gecəniz xeyrə qalsın. Sağ olun. Sağ olun.